Salam aleykum. Deməli burada mis 2 sulfat üzərinə bu məhlula maqnezium lövhə daxil edilir. Əminə gəlir maqnezium sulfat, üstə gələk mis. Deməli birinci proses zamanı 240 qram mis 2 sulfatın doymuş məhlul. İndi bu məhlulda neçə qram mis 2 sulfat var, həll olan olaraq bilmirik. Həll olunma əmsalı isə 200 qram bölü litrdir. Nə deməkdir bu? 1000 qram suda 200 qram həll olan var. Onda məhlul nə qədərdir? 1200 məhlulun altından yazıram. Həll olan altından da deməli 200 yazacağım və buradan tənasiblə tapıram ki, A bərabərdir 40 qram mis 2 sulfat. Biz müəyyənlədik ki, hansı ki bizə birazdan lazım olacaq. 40 qram, həmin bu 240 qramın 40 qramı həll olandır. 200 qramı da sudur. İndi biz tapdıq ki 40 qram mis 2 sulfat. İndi hamısı onun üzərində qoyulacaq. Fikir verin. Deməli 40 qram. Deməli burada bu 24'dür, bu 64'dür. Baxın lövhədə 40 qram artım olubdur. Deməli 40 qram mis 2 sulfat burada deməli istifadə olunanda nə qədər artım olur bilmirəm. Amma reaksiya görə 160 qram mis 2 sulfat olanda 40 qram artım olur. Bir daha təkrar edirəm. 40 qram mis 2 sulfat bu. Şimdi burada yazbaq mis iyonlar tam reduksiya olur. Yəni tam sərf olunanda 40 qram mis 2 sulfat sərf olunanda bilmirəm nə qədər artım olur. 160 qram mis 2 sulfat sərf olunanda 40 qram artım olur. Buradan da deməli artım olur 10 qram. Yəni lövhə burada neçə qram idi? M qram idi. Baxın bax M qram. Lövhə oldu M plus 10. İndi bu 40 qram mis 2 sulfat daxil olanda nə qədər mis demək toplanacaq lövhənin üzərinə? Gəlin onu tapaq. 160'da 64'dür. Tapırıq ki mis də burada 16 qram. Bu da 8% eləyir. Yəni ki 8'i yazıram 0,8. Misi yuxarı yazıram. Aşağı isə deməli lövhənin kütləsini yazıram. Və bu zaman buradan tapıram ki M bərabərdir 190'a. Çünki 16'nı bölürəm 0,8'ə. Çıxıram 10'u. Demək tapdım ki bu M'in qiyməti 190'dır. Biz M'in indi bizə lazımdır deməli A'nı tapmaq. İndi A'nı necə tapacağıq? Deməli biz artıq müəyyənlədik ki mis 2 sulfat daha yoxdur. Və ora deməli orada deməli axı maqnezium sulfat əmələ gəlir baxı. Mis iyonları tam reduksiya olanda maqnezium sulfat əmələ gəlir. Gəlin görək maqnezium sulfat nə qədər əmələ gəlibdir. Buradan bunları pozaq. Biz tapdıq ki M buradan 190'a bərabərdir. 40 qram mis 2 sulfat sərf olunanda gəlin görək nə qədər maqnezium sulfat əmələ gəlir. Həmin bu birinci prosesdən. Burada yazaram 120. B buradan bərabərdir 30 qram. Deməli 30 qram burada maqnezium sulfat mis 2 sulfatı əvəz eləyir. Və indi onun üzərinə də A qram maqnezium sulfat əlavə eləyirlər. Və həmin temperaturda həll olma əmsalı maqnezium sulfatda 360 qram bölü litr olur. Nə deməkdir bu? Deməli 30 plus A qram əgər 200 qram suda həll olursa 360 qram bölü litr nə deməkdir? 1000 qram suda 360 qram həll olan olacaqdır. Buradan biz A'nı tapacağıq ki A nəyə bərabərdir? 360'ı vuracağıq deməli 200'ə böləcəyik 1000'ə 72. 72'dən 9 çıxanda A buradan 42'yə bərabərdir. Mən tapdım ki A da buradan 42'yə bərabərdir. İndi isə bizə deyir ki birinci prosesdə oksidləşdiricinin neçə elektron aldığını müəyyən edin. Yenə 40 qram mis 2 sulfat sərf olunanda bilmirəm nə qədər elektron alış-veriş olubdur. 160 qram olanda isə bu zaman 2 elektron. Niyə? Çünki mis burada müsbət 2'dən deməli gəlibdir 0'a, yəni oksidləşdiricidə 2 elektron alıbdır. Bu da buradan nəyə bərabərdir? 0,5'ə bərabər olacaqdır.